Hello everybody, welcome my channel. Self-study'ni tövsiyə edirəmmi? Bəli, self-study'ni tövsiyə edirəm, amma kimlər üçün? Bir məqsədi olan və əzmlə bu məqsəd uğrunda davam edən insanlar üçün. Mən bu dəqiqə Azərbaycan dilində danışarkən belə beynimdə o sözlərin ingiliscəsi dönür. Niyə? Çünki kafayı o qədər IELTS almaqla bozmuşam ki, self-study necə öyrənirəm? Mənim bir dənə tətbiqim var. Bu pullu bir tətbiqdir, bəli, amma $10. Bu arada mən danışanda çox xətalar eləyirəm. Yes, I know, but this is very normal situation. Çünki mən bu dildə təzəyəm və 5 yaşında bir uşağa sən gəlib deyə bilməzsən ki, məsələn, Azərbaycan dilində xəta etmiş uşaqlar, bu kasıntılığı buraxın. Bu sizə də belə olmalıdır. Öyrənmək istəyirsinizsə, bu belə olmalıdır. Durmadan ingilis dilində videolar izləyirəm. Mənim bütün YouTube kəşfiyyatım ingilis dilindədir. Yəni istəsəm belə türk dilində də başqa bir dildə içərik izləyə bilmirəm. Çünki bütün kəşfiyyatım ingilis dilindədir və bunu özüm eləmişəm bu arada. Çünki özümü bir müddət sadəcə ingilis dilində içəriklər izləməyə məcbur buraxmışam. Bax, anlamıram, sıxılıram, izləmək istəmirəm. Amma yox, məcbur eləmişəm ki, izləyəcəksən. Belə, ümid edirəm sualımı yetərli qədər cavablandıra bildim. Sağ olun.